Cisne modal fe'llər can bacarmaq, etmək, edə bilmək mənasındadır. Məsələn, I can speak English. Speak English. Mən ingiliscə danışa bilirəm. Daha sonra must deməli məcburiyyət mənasında işlənir. Məsələn, I must study for exam. Must study for the exam. The exam. Yəni mən imtahana hazırlaşmalıyam. Should gərək tövsiyə məsləhət formasında işlənir. Məsələn, you should sleep early. Should sleep early. Yəni yatmağın yaxşıdır, məsləhət mənasında işlənir. Daha sonra may icazə ehtimal mənasını bildirir. Məsələn, may I come in. Mən daxil ola bilərəm. Yəni might zəif ehtimal mənasında işlənir. Məsələn, it might rain today. Bugün yağış yağa bilər. Yəni bugün yağış yağa bilər ehtimal. Could nəzakətli istək və ya ehtimal mənasında işlənir. Məsələn, could you help me? Mənə köməklik edə bilərsən. Əsas qayda olaraq yadda saxlamaq lazımdır ki, modal verbdən sonra, yəni modal fe'llərdən sonra modal verbs sonra heç vaxt fe'l dəyişmir, yəni to gəlmir. Olmaz. Olmur. Bunu yadda saxlamaq lazımdır.